Xanımlarımız, bu günləri mən sizlərə özümün də istifadə etdiyim Fabeli şirkətində aldığım məhsullarından və bunları da sonra da cuma axşamızı aksiyası olduğuna görə dəyərləndirdim. Və mən daimi bunu istifadə edirdim, qutaldıqca da bundan alıb istifadə etdiyimə görə də çox məmnun idim. Hətta bu necə istifadə edilir? Pis qoxuları aradan qaldırır, havanı nəmləndirir, hətta paltar yuyan maşınından çıxartdığınız paltarları püskürdürər, onu daha çox ətirləndirir. Və sizlər də bunu 24 saat müddətində evinizin təravətləndirilməsini istəyirsinizsə, alıb istifadə edə bilərsiniz. Qoxuları olduqca fərqli, qoxuları olduqca dəyərli olan hər bir parfümləşdirilmiş ətirlərimiz və spreyimiz içərisində qarışıq olduğuna görə sizlərə tövsiyə edirəm. Mən bunda qızıl güllər qoxusunu olan özü götürə bilər. Artikel kodu 30342 olan kəşmir və maqnoniyadır. Mən bunu ən çox yaz aylarında çıxan tər bənövşənin qoxusuna oxşadıram. Bəzən şirin meylə oxşadıram. 341 isə tonka və vanildir. Vanil qoxularını sevən, ətriyyat qoxularını sevən bunu alıb istifadə edə bilər. Sonuncusu isə kakos və səhləb çiçəyidir və bu da sərin olduğuna görə daha da siz dəyərləndirə bilərsiniz. Və mən inanın ki, bunları o qədər çox sevirəm ki, hətta ətrafımdakı olan insanlar belə mən evimə bunu püskürdəndə məndən soruşurlar ki, sən bunu hardan və necə əldə etmirsən və bunların qoxusu mənə uyğun olanı gətirə bilərsən. Və mən sizlərə tövsiyə edirəm ki, Fabeli şirkətindən qeydiyyatdan keçərək sizlər bunlardan hər birindən özünüzə lazım olan şəkildə əldə edə bilərsiniz və digər tərəfdən də kimlərəsə hədiyyə şəklində apara bilərsiniz.